Paytaxtın Ziya Bünyadov prospektindəki tikinti materialları satılan ticarət obyektlərində güclü yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olubmu və sahibkarlara dəyən zərər nə qədərdir? O haqda bizim süjetimiz olacaq. Obyektlərdən birində başlayan yanğın qısa müddətdə yaxınlıqdakı mağazaya da keçib. Hadisənin ikinci dəqiqəsində buradaydı. Xanım, biz də burada qonşu dükanda işləyirik. Düzdür, burada 6 dükana zərər dəyib, amma bizim dükana çatmadı. Yanğınla bağlı daha dəqiq məlumatları Fövqəladə Hallar Nazirliyinin əməkdaşları verdi. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riski Xilas Etmə Xidmətinin 18 texnikası və 70 nəfər şəxsi heyəti yanğın yerinə cəlb olunmuşdur. Yanğın nəticəsində 2 ədəd tikinti məhsulları satılan mağazanın 240 kvadrat sahədə 2 ədəd mağaza və arxasında 200 kvadrat metr olan sahəsi tikinti materialları anbarı yanmışdır. Yanğının söndürülməsi zamanı mühafizə olunan digər obyektlərdəki məhsullar təhlükəsiz əraziyə çıxarılıb, sahibkarlara zərər dəyməsinin qarşısı mümkün qədər alınıb. Yanğın bu obyektdə baş verib və daha sonra yayılaraq boya məhsullarının satıldığı mağazaya keçib. Çəkilişli olduğumuz müddətdə isə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğın söndürülür. Güclü yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Lalə Allahverdiyeva, Qəhrəman Məmmədov, Şahnur Qasımova, ATV Xəbər.